Problem var. Deyir ki, 8'lik say sistemində ən kiçik 3 rəqəmli ədədlə ikilik say sistemində ən böyük 4 rəqəmli ədədin cəmini onluq say sistemində ifadə edin. 8'lik say sisteminin ən kiçik 3 rəqəmli ədədi hansı? Ümumiyyətlə, istənilən say sisteminin ən kiçik ədədi 1-dir. Ən kiçik 2 rəqəmli ədədi 1, 0-dır. Ən kiçik 3 rəqəmli ədədi 1, 0, 0. Deməli, 8'lik say sisteminin ən kiçik 3 rəqəmli ədədi də budur. Sonra ikili say sistemin ən böyük 4 rəqəmli ədəd. İkili say sistemi ya zaten 0 və 1-dən ibarətdir. Ən böyük 4 rəqəmli ədəd də olacaq 1, 1, 1, 1 ikilikdir. İndi bizə deyir ki, bunların onluq say sistemində cəmi tap. Hər ikisini onluq say sisteminə gətir. 0, 1, 2, 3. 8 üstə gəlinsin neçə? 2 üstə 2, 4 üstə gəlinsin 2 üstə gəlinsin 1. Bu da neçə eləyəcək? 12, 14, 15. Bu da 0, 1, 2, bir vurulsun 8 üstü 2 eləyəcək 64. 64 ilə 15 toplayanlar neçə eləyir? Mən sizə cavabları oxudum, yoxsa oxumadım heç? Xeyr, müəllim oxumadım. Oxumadım, eyb yox da keçdi. Neçə elədi? Topladınız neçə elədi? 79 etməlidir. 9, 7, 79. Keçək bura. Deyir ki, 8'lik say sistemində belə bir ədəd verilib. Bunu 16'lıq say sistemindəki. Deməli, 8'likdən biz 16'lığa keçməliyik. Gənclər, 8'likdən 16'lığa hansı üsulla keçəcəksin? Elə bunu bir dənə həll eləyəndə digəri gələcək. Əvvəlcə mən 8'likdən 16'ya birbaşa keçmə üsulu yoxdur. Amma 8'likdən 2'liyə keçə bilərəm də. 4-2-1 qaydası ilə keçirdik. Də, məsələn, 5 almaq üçün nə edəcəm? 1 almaq üçün nə edəcəm? 0, 0, 1 yazacağım. 1 almaq üçün. 2'ni almaq üçün 0, 1, 0 yazacağım. 5 almaq üçün 1, 0, 1 yazacağım. 7'ni almaq üçün 3'ünə də 1 yazacağım. 1 almaq üçün 0, 0, 1 yazacağım. 5 almaq üçün 1, 0, 1 yazacağım. Bildinizdə necə yazdım, ümid edirəm ki, 4, 2, 1. Məsələn, 1 almaq üçün nədir? 4 və 2-dən istifadə etmədim, 1-dən istifadə elədim. 2-ni almaq üçün 2-dən istifadə etdik, 4 və 0-dan istifadə etmədim. Üzü belə aşağı ikilik say sistemin ədədlərini yazdım. İndi deyir ki, bunu 16, ikilikdən 16'lığa keçməyi də bilirik. Necə bölürük? 4, 4 bölürük də, düzdür. 4, 4 böldük, getdi. Üstünə nə yazırsınız? 1, 2, 4, 8 qaydası. Həm də elə şeylər təkrar etmiş olduq. 1, 2, 4, 8. 2, 4, 8, 1, 2, 4, 8. Aldıq nə? A. Burada nə aldıq? 11 eləyəcək də, düzdür. B. Sonra 8 ilə 4, 12. 8 ilə 4, 12. Bir də burada 13. Bu da eləyəcək nə bizdə? D. Düzdür. İndi bax, bu sözdən, bu hərfdən deyir ki, Sezar üsulu ilə şifrəlendikdən sonra bu alınır. Deməli, biz bunu şifrələmişik, bu alınıb. Bax, bu ədəd alınıb. Daha doğrusu yazı alınıb. A-dan deyir neçə addım gedib ona baxıram. A-dan deyir 1, 2, 3. Deməli, K neçə olub? 3 olub. Zaten birini tapdıqdan sonra digəri gəlir. Üçüncü suala baxırıq. Üçüncü sualda nə deyir? Deyir ki, 33 səhifəlik, 33 səhifəlik bir tək səhifələrdən ibarət. 33-ün tək səhifələri 17 dənə səhifə var. 17 vurulsun, hansı düsturumuz? Həcm bərabərdir. A vurulsun, B vurulsun, N düsturumuz. Vurulsun 2 üstü 10, vurulsun 2 üstü 9. 32 rəng çalar dediyinə görə burada da 5 bitə vururam. Düzdürmü? Cavabı kilobaytla istəyirdim. Bölürəm 2 üstü 10, 3-ə. İxtisarlarımızı aparırıq. Deməli, 17-ni vururam 5-ə. Bir də yuxarıda nə qalır bizdə? Bərabərdir. 17-ni vurdum 85, 13, 19. 19-dan da 13 çıxanda 2 üstü neçə qalır? 6, 64-ə vururam. O da eləyir 5440. Bu burada. Sonra deyir ki, yerdə qalan digər səhifələr. Digər səhifə 17-si buradadırsa 16-sı qalıb gənclər. 16 səhifəmiz var. 16 səhifə. Ümumilikdə bu da bu düsturumuzu bayaqlarımda keçdik. Həcm bərabərdir. S vurulsun, S vurulsun, S vurulsun, N. N burada asid ola bilər, Unicode da ola bilər. İstənilən əlifba da ola bilər. Biz də görürük ki, burada artıq 16 simvollu əlifbadır. Yəni 6 bit. Və 2048, yəni 211 dənə də simvolumuz var. Yenə bunu da deyir ki, nəyə çevir? Kilobaytla çevir. Yenə bölürəm 213-ə, düzdür? Kilobayt. 11, 14. Daha 4 burada 15. İxtisarlarımızı apardıq. Qaldı orada 2 üstü 2, 2 üstü 2 də 4.
6-nı 4-ə vurduq. 24 kilobayt. Prosta B-bunun da üstünə 24-ü gəlir. Eləyir 5400. Neysə səhv elədik. Baxaq. 16 simvolu mənim 4 bitli. Ay, sonra hə, 4 bit. Onu harada yazmadım? 4 bit. 4 bit, deməli 13, 11 ixtisarlar getdi ilə burada qalacaq 16. Bunun da üstünə 16 gələndə 6, 5, 5456. Dördüncü sualda nə deyir? Və yenə eyni düsturdan istifadə edirik. Hansı düstur? Həcm bərabərdir. A vurulsun, B vurulsun, N düsturu. Nöqtələrimiz budur. 2 üstü 11. Bunu indi parçalayarıq. Hələ ki belə qalsın. Height orada da neçə bitdi bizdə? 16 bitdi də birbaşa. 16 bit. Bölürəm kilobayta çevirirəm. 2 üstü 13-ə. Bu da bərabərdir. 15. 4 burada 15. Çıxanda 2 üstü 2. Bunu da 2-yə vuranda neçə eləyir? Deməli, hansı ədəd? 1920-ni vururuq 2-yə, düzdür. 3340 alınır. 5-ci sualda gənclər cavabı təxmin alırıq. Baxaq görək nə almışıq. Deyir ki, giriş üçün kod verilib 8-lik say sistemi 5 rəqəmi natural ədəddir. Natural ədəd deyir, həm də kod deyir. Onda mən 0-dan başlaya bilmərəm və 5 rəqəmli 1, 2, 3, 4, 5. Bir 3 rəqəm ya ikinci mövqeydədir, ya da istifadə olunmayıb. Bir dənə də mən verirəm. 1, 2, 3, 4, 5. Deməli, bunu burada yazıram. 3 ya istifadə olunub, ya da istifadə olunmayıb. Bunu burada istifadə elədim. Bitdi. 3-ü götürməyəcəm. 8-lik say sistemi rəqəmlər hansılardır? 7-yə kimi 3-ü də istifadə etmirik. 0-dan başda da 0-dan başlaya bilmərəm. Zaten 3-ü burada istifadə edə bilmirəmsə. Qaldı nə? 6. 6 vurulsun. Burada 3 istifadə edə bilmirəm, amma digərlərin hər birini istifadə edə bilirəm də, düzdür. Deməli, bu verir 6 vurulsun, 7 üstü neçə? 4. Bunu burada saxlayıram. Burada da yenə 3 ilə də başlaya bilmirəm, 0 ilə də başlaya bilmirəm. Bura 6 qalır. Buraların da hər biri təzədən 7 olur da. Yəni 3-ü yenə də istifadə etmirəm, yalnız bir mövqedə istifadə edirəm. Bu da vurulsun, 6 vurulsun, 7 üstü 3 alır. Mən belə alıram, bilmirəm indi. Cavabı nə vermişdilər, heç bilmədim. Gəlin sonra baxaq, giriş qurğuları. Giriş qurğularına aiddir. Qrafik planşet giriş qurğusu, skaner giriş qurğusudur, printer çıxış qurğusu, USB getdi, sistem bloku getdi, 1-3. Keçid edək növbəti sorumuz. Bu sınaq neçə idi? İnformasiya həcmi bu qədər olan fail bir klaserin həcmi 8 kilobayt olarsa, diskdəki ümumi həcmi kilobaytla ifadə edilir. Deyir ki, gənclər, bizim elə ki 8 kilobaytlıq bir qutumuz var. 32-ni yerləşdirmək üçün bizim neçə dənə 8-ə ehtiyacımız var? 4 dənə. 34-ü yerləşdirmək üçün 5 dənə. 35-i yerləşdirmək üçün neçə 8-ə ehtiyacımız var? Bunu da 5 dənə. Yəni, option neçə klasserə ehtiyacımız var? 14 klasserimiz var, klasser. 14 klasserə ehtiyacımız var. Amma burada məndən soruşur ki, ümumi diskdə nə qədər yer tutur? 14 klasserim var və hər biri yaddaşda nə qədər yer tutur? 8 kilobayt yer tutur. 14-ə vururam 8-ə. Bu da eləyir 112 kilobayt. Variant. 8-ci suala baxaq. Bax, burada bunun qarşısında, bu notdan işim yoxdur, ən sonda baxacam buna. Bu notun qarşısına baxıram. Sınav 16-da. Bura baxıram. İnformatika notun qiymətini dəyişirəm, bax, buradakı. İnformatikası 92-dən böyük və 92-yə bərabər olanlar seçirəm. İnformatikası 92-dən böyük və 92-yə bərabər olanlar. 1, sonra 3, 4, 5. Əlinin yenə nə bəhanələri var? Zaryətka getdi. Ayşaq. Telefon zaryətkaya qoşul dərsə. 1, 3, 4, 5. Vay, mən əsəbləşdirirlər sonra deyirlər ki, mənimə izah elə. Bunu burada saxlayıram. Keçid edirəm, and, reziyyatla neynəmə? Bax, bu mürtəzələrə diqqət edək. Bax, bunun mürtəzəsi, bu option mürtəzədir, düzdür. Hələ bunu reziyyatla da kəsişdirirəm. And, reziyyatla kəsişdirirəm. Reziyyat da deyir ki, 98-dən nə olanlar?
Kiçik olanlar. 98-dən kiçik olanlara baxaq görək nəyimiz var. Bu şey harda tutar? Hə. 98-dən kiçik olanlarımız hansılardır riyaziyyatda? 98-dən kiçik olanlarımız. Deməli, 1, 2, 1, 2, 1, 2, 1. 1, 2, sonra nəyimiz qaldı? Baxırdıq. Riyaziyyatı baxırdıq da, düzdür. 98-dən kiçik olanlar. 1, 2, bir də ki 6. Ən də bizə nə verəcək burada? Təkcə verir 1-i. Kəsişməsi. Sonra deyir ki, bunu birləşdir. Or, fiskası nə olanlar? 91-dən böyük olanlar. Fiskası 91-dən böyük olanlar. Deməli, bizdə var 1, 2, 91-dən böyük olanlar. Elə hamısı 91-dən böyükdür də. Bu ikisindən başqa. 1, 2, 3, 4. 1, 2, 3, 4. Bunda birləşməsi, or birləşmədir. Birləşməsi bizə verəcək 1, 2, 3, 4. Amma bunun qarşısında option'da not var. Deyir ki, not, yəni 1, 2, 3, 4-dən başqa yerdə qalanların götür. Bunu da götürdüyümüz zaman bizə nə verəcək? 1, 2, 3, 4-dən başqa. Yəni bunları silirik, yerdə qalanlarını götürürük və bu da verir bizə 5, 6. 9-cu sual rahat sualdır. Yəqin ki, hamınız almışsınız, ona görə heç ona baxmıram da. Yəqin ki, hesablaya bilmirsiniz. Bir variantıdır. Nömrələnmiş siyahı deyir ki, hansıdır? Nömrələnmiş hansıdır? O, nişanlanmış. Ulu. Qrafın əsasən A təpəsinin neçə müxtəlif yoluna getmir? A təpəsindən Y təpəsinə. Gənclər, gəlin bunu çəkəyim. A-dan B-yə yol var. Sonra A-dan heç birinə yol yoxdur. B-dən A-ya yol var. Deməli, bu tildir. Sonra qövs deyil. A-dan B-dən C-yə yol var. Sonra B-dən C. B-dən C-yə yol var. Sonra nədən yol var? B-dən D-yə yol var. B-dən D-yə yol var. Bitdi. C-dən B-yə yol var. C-dən B-yə yol var. Yerindədir. C-dən Y-yə yol var. Y də burada olsun. C-dən Y-yə yol var. Belə, Əli, hara gedirsə mən başa düşmürəm. C-dən Y-yə Ben yol. valla sonunda Saysız. Hələ vallahi da deyirəm. C-dən Y. bendim. Ayıb olsun deyirəm, başqa heç nə yox. D-dən B-yə yol var. D-dən Y-yə yol var. Bunu da yazdım. Sonra Y-dən hara yol var? C-yə, C-dən D-yə. Okey, deyir A-dan A təpəsinə, Y təpəsinə neçə müxtəlif yolla getmək olar? Bunlara baxıram. Neçə müxtəlif yolla getmək olar? Gənclər, sayın görək. A, B, D, Y, A, B, C, Y. Cəmi 2 dənə müxtəlif yolla getmək olar da. Başqa nə gedə bilərik ki biz? Sonra burada baxaq. Funksional klavişlərə aid deyil. Funksional klavişlərə hansılar aiddir? F1-dən F12-yə qədər olanların hər bir funksional klavişdir. F13 yoxdur. Gənclər, bax, bunu çəkmək üçün bunu bir dənə rahat bir yol keçən dəfə də demişdim. Bunun şeyini çəkirəm. Bir dəqiqə. Bax, bunun rahat yolumuz var. Tək də köçürməyə ehtiyac yoxdur. Tək köçürsək nə qədər böyük bir ədəb. Aha, baxın, bir dənə şeyi çəkirəm burada. Diqqətiniz burada olsun. Y-yə qədər şeylər çəkirəm, xanalar. A, B, C, D, Y. A, B, C, daha doğrusu sətr çəkirik. Burada şey deyil. 3, 4, 5, 5-ə qədər bəsdir də, hə. İndi görək bizdə burada nə verilir. Bu sütunlar, sətirlər, sütunlar, sətirlər. Deyir ki, düsturumuz bax bura yazılıb. Excel-də də göstərə bilərdim. Prosto indi siz şeydə yazmışsınız axı. Keçən dəfə Excel-də başa salmışam, indi səhv eləmişsinizsə demək yenə. Deməli, düsturumuz buradadır. B dollar 1 vurulsun, dollar C2. Baxın burada. Yadımızda saxlayırıq yadımızda. Biz aşağı və sağa istiqamətdə çox rahatlıqla köçürə bilirik. Burada heç bir problemimiz yoxdur. Aşağı və sağa çox rahatlıqla köçürə bilirik. Baxaq görək bizə hansı diapazonda deyir köçür. Deyir ki, pardon, bu da buradan başlayır da. Hansı diapazona köçürməliyik? B1-dən başlamalıyıq, bax, buradan Y5-ə qədər, bax, bura qədər. Bax, bu diapazona, bax, bu diapazona köçürməliyik. B1-dən başlamalıyıq, B1 burada başlayır bu arada.
Buradan bax, bu diapazona köçürülməlidir. Yadımızda saxlayırıq ki, deməli, bu ikisi getdi. Çünki biz deyirik ki, sağa və aşağı istiqamətə çox rahat köçürə bilərik. Gənclər, bax, bu hissəyə baxırıq, görək köçürə bilirikmi? Bax, buradan bir də belə gedirik də, belə. Baxaq görək hansı istiqamətdə köçürə bilirik. Bu B1-dən, baxın, C5-dir. İndi bunu daha rahat yazıram ki, görə biləsiniz. C5, deməli, B dollar 1 vurulsun dollar C2. Bunu köçürüb C4-ə. C4-ə keçirsək, C-dən C-yə gedə baxın. Bu B zaten olduğu kimi qalacaq. Dollar 1-nə işimiz yoxdur. Dollar C-də oldu. 2 olacaq 1. Amma C3-ə köçürə bilməyəcəm. Çünki bu 0 olacaq. Deməli, bura köçə bilir. Üzü yuxarı bundan sonrasına köçürmə edə bilməyəcəm. Deməli, həm D3-ə, həm də Y3-ə köçürə bilməyəcəm. Deməli, 4-ə köçürə bildim, amma 3-ə köçürə bilmədim. Köçürə bilmədiklərimizi yazım. Keçid edirəm bura. B5-ə rahatlıqla köçürə bilərəm. B4-ə də rahatlıqla köçürə bilərəm. Burada da heç bir problemi yoxdur. Düzdür? Bax, rahatlıqla burada köçəcək. Burada köçəcək. Bu arada burada şey qoymuşam. Bax, üzü bundan yuxarı olanlara biz köçürə bilməyəcəyik. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Deməli, biz 12 xanamıya köçürə bilməyəcəyik. Yenə diqqət edin, diqqət edin. Düstur baba C5-də yazılıb. Sağ istiqamətdə çox rahatlıqla gedə bilirəm, aşağı da gedə bilirəm. Heç bura baxmıram. Sadəcə bir addım yuxarı baxıram ki, görüm köçürə bilirəm. Bir addım da sola baxıram ki, görüm köçürə bilirəm. Köçürə bildim. Burada köçürə bildim. C3-ə köçürə bilmədimsə, deməli, buradan yuxarı olanların heç birinə zaten köçürə bilməyəcəm. Getdi. Bu şeyi götürürəm, diapazonu götürürəm, sayıram ki, görüm neçəsinə köçürə bilməyəcəm. Ya da ki, tək-tək köçürmək. Yəni, bu üsul daha rahatdır. Diqqətli olsanız, təbii ki, çəkib yerinə qoya bilirsiniz. 14-cü sual. Bunu keçən dəfə də izah eləmişdim özdə. Elə xatırlayıram, səhv etmirəmsin. 14-cü suala baxaq. Bəskviç deyilir, neysə. İfadəsində əvvəlcə 1-1 basılır. Bəskviç hara doğru silir? Sağa yoxsa sola doğru? K-nı siləcək. Özüm-özümə cavab verirəm. Nə yaxşı öyrənmişsiniz müəllimə? Yaxşı öyrənmişsiniz yox. K-nı və ə-ni sildim. 7. Bu ikisini yerinə yetirdim. Sonra 4-ü basır. 4 neyinir? Bax, kursor M ilə T-nin arasındadır. Keçdi ə-nin arasına, sonra keçdi ə və B-nin arasına. Bax, gəldi bura. 4-ü basır, bax, 2 dəfə. Bu da getdi. Təzdən 2 dəfə 2-ni basır. Delete. Delete hara silir? Sağdakı simvolu silir. Yəni, B və i-ni sildi, getdi. 2 dəfə delete. Sonra 3 dənə 3-ü bastı. 3 nədir? Bu tərəfə getdi. Deməli, buradadır. Ə ilə T-nin arasına getdi. Sonra T ilə M-in arasına getdi. 2. Üçüncündə gəldi S və M-in arasında dayandı kursor. 3 dənə 3-ü də getdi. Sonra 2-ləri basır 3 dəfə. Delete neyinir? Dedik ki, sağdakı simvolsu. M-i sildi 1, T-ni sildi 2, ə-ni sildi. Onsuz bundan sonra nə qədər delete bassa da heç bir şey yox. Yalnız burada qaldı nə? H və S. Gəl bunun bir sual deyil. Sonra buna baxaq. Deyir ki, B1 xanasındakı hansı qiymət nəsə almış belə bir düstur var. A1-i vurur C1-ə. A1-in qiyməti 4. 4-ü vurdu 12. Neçə elədi? A1 ilə B1-i topladı. 4 üstə gəlsin X. Görün burada bizdə nə soruşur cavablar. Hə, qiyməti soruşur. Gənclər, yadımızda bilirik də. Bax, durduq burada. Sağ istiqamətdə hərəkət edir. Sağa doğru hərəkət edir. Yəni, bax, bu A2-nin qiymətidir. Bu olacaq nəyin qiyməti? B2-nin qiyməti. Bu da olacaq nəyin qiyməti? C2-nin qiyməti. Sonra keçirəm bura. Deməli, 50% A2-dir. 48 tapmışıq. C1, 12, üstə gəlinsin. 2 vurulsun, X. Mən bunları toplayıb 48-ə bərabər edə bilərəm. Satmağıma başqa bir şey gəlmir. Ən rahat. 12, daha doğrusu 4 üstə gəlinsin. X üstə gəlsin. 12 üstə gəlinsin. 2x bərabərdir 48-ə. Yaza bilərəm bunu belə. Zoya. Zoya məni işitmir. Bəli, müəllimə yaza bilərəm. Ay, sağ ol.
İndi buradan yazıram ki 3x də bərabərdir 48-dən də bu tərəfə keçirəndə birbaşa yazım da. 12-sini çıxaq, sonra da çıxaq nəyi? 4-ü çıxaq, qalsın neçə? 32. 32 qalır. Müəllim, orada B için X yazmışsınız B için yerine. Ay, sorry, V2-nin qiyməti var imiş. Deyirəm axı 32 qalmaz. V2-nin qiyməti nədir? 2 vurulsun, 4 üstə gəlsin x. Gənclər, onda burada səhv eləmişik. Müəllimənin fikrimin yerinədir. Necə eləsin? Əli çıxdı, Firuz çıxdı, o girdi, bu çıxdı. Mən bilmirəm dərs izah edeyim, yoxsa sizin dərsdə olub olmadığınızı yoxlayım. 4 üstə gəlsin. Müəllim, X üstə gəlsin. Sonra gəldin də mən əsəbləşdirəndən sonra. 2 vurulsun, 4 üstə gəlsin x. Bərabərdir 48-ə. 4 üstə gəlsin, x üstə gəlsin, 12 üstə gəlsin, 8 üstə gəlsin, 2x. Və bərabərdir 48. Buradan da x bərabər olacaq nəyə əli? nətər müəllim? Mən dinləyirsən deyirəm. Bəli. X nəyə bərabər olur? 8-ə. 8-ə müəllim. Bəli. Ötürmə sürəti bu qədərdir. Həcmi ən az neçə saniyə ötürmək olar? Bayaqdan elə həm bugün qlobal şəbəkəni təkrar eləmişik, həm bugün bu tərs suallar çox işləmiş. Həcm bərabərdir V vurulsun T düsturu. Deməli, sürət verilib, həcm də verilib. Neçə saniyə? T-ni axtarırıq, həcmi vururuq, bitə çeviririk də, gigabaytdan bitə keçirəm. Vururam 233-ə, bölürəm 224-ə. 234-ü 24-ə böləndə qalacaq 210, yəni 1024. 1024 saniyə ötürmək mümkündür. Dəqiqə ilə istəsəydik ki, təbii ki, dəqiqəyə çevirəcəkdik. Bir neçəsi doğrudur. Deməli, baxaq görün ümumiyyətlə HTML-də bizə nə verib? TR bir dənə sətr. TR açıldı, bağlandı. İkinci sətrimiz. TR açıldı, bağlandı. Üçüncü sətrimiz. Sətirlər. Sütun. Bir dənə, iki dənə, üç dənə. Yenə eyni burada da baxanda elə. Bir dənə sütun, iki dənə, üç dənə. 1, 2, 3 zaten hamısı ilə gedəcək. İndi gəlirəm, bura baxıram ki, görün bizdən nə verir? Bizə nəyi soruşur? Neçəsi doğru? Doğru olanları axtarırıq. Cədvəl 3 sətr 3 sütundan ibarətdir. Düzdür. 3 dənə sətr var, 3 dənə sütundan ibarətdir. Sonra keçirəm. Cədvəlin birinci sətrin birinci xanası qalın şriftlə yazılıb. Birinci sətrin birinci xanası. Gənclər, birinci sətrin birinci xanası qalın şrift verməsə deyil əsrun. Amma TH-lar zaten qalın yazır da. Bunu diqqətimizdə saxlayaq. Çünki sütunlar qalın yazılır. Bunu bir dənə yadımızda saxlayaq. Cədvəlin ikinci sətri, üçüncü xanası qalın şriftlə yazılıb. İkinci sətri buradadır. Üçüncü xanası 672-dir. Deyir ki, qalın şriftlə yazılıb. Yox, normal DD-nin içərisində yazılıb. Cədvəlin 8 xanası var. Biz demişik ki, 3 sətrimiz var, 3 sütunumuz var. Sətri sütuna verəndə bizə xana verir. Cədvəlin deməli 9 xanası var. Cədvəl 4 sətr 3 sütundan ibarətdir. Cədvəl 3 sətr 3 sütundan ibarətdir. Bizlərdə nə soruşmuşdu? Bayaq sual qoydum. Qalın şriftlə yazılıb, bəli. Çünki TH-lar. Belə B və strongdan istifadə olunmuyor. Sadəcə TH-lar qalın yazdığına görə onu da götürüb ki, burada qalın yazılır. Onda ikisi doğrudur. Verilənlərin sahə tipi. Zaten string getdi. List Python dörgən, integer Python dörgən, file getdi. Hyperlink, text və number. Bax, number'ın avtonumber'da var. Text long disk var. Sonra short disk var. Daha uzun qısa. Baxılan zaman intervalın dəyişməyən modellər, hansı modellər adlanır? Statik modellər dəyişməyəndir. Dinamik var. Dinamik insanlı deyirsiniz. Yerində durmayan, dəyişəndir. 20-ci suala baxaq. Deyir ki, algoritm təyinat. Gənclər, əgər təyinatında bir problem çəkirsinizsə, həmişə bir dənə ədəd qoyun. Məsələn, 4 qoyuram ki, uzun uzaqda getməsin. S-i vurur N-ə. S-in qiyməti nədir bizdə? 1-i vurdu 4-ə. Keçdi, N-in qiyməti oldu 3. 3 böyükdür, hə, getdi yenə 3-ə vurdu. Sonra 2 oldu. 2-yə vurdu.
Sonra 1 oldu. Böyükdür sıfırdan, hə, 1-ə vurdu. 0, 0'dır. Deməli, nədir? 4 vurulsun, 3 vurulsun, 2 vurulsun, 1 axtar. Deməli, biz burada nəyi tapmış olduq? Normalda biz işləyəndə adətən öyrənmişik ki, şeylə veririk. İyə qiymət veririk, amma normalda da en azalda da gedə bilər. Prosto ilk başda şeylə hesablayırıq deyə ona görə. Daha rahat olsun deyən indi sizə izah edəndə o cür izah edirik. Faktorialın hesablanması da 4 vurulsun, 3 vurulsun, 2 vurulsun, 1. 21-ci sual def. Ümumiyyətlə bu kitabın deflərində diqqətli olun. İşləyərkən düşünün ki, bu sual mənə qəbulda düşsə necə yazacağım? TH hardadır burada? 3 və 4-dən girirəm bura. Bax, birinciyə 3 və 4-dən girdim. A üstəgəlsin A-nın qiyməti 3 üstəgəlsin x A və B-nin 3 və 4-dən. Amma x üçün mən təzədən bura düşürəm. Yəni 3 və 4 üçün bura düşürəm. A-nın qiyməti olacaq. 3-ün üstünə 2 gəlin. Neçə eləyəcək? 5. 4-ü də 3-ə vuranda B də eləyəcək 12. Təzədən bunu toplayanda 17 elədi. Bax, bura bizə verdi 17. Yəni x bizə verdi nə? Bax, bu hissə verdi bizə 17. 17 ilə 3 toplayanda 20. A yeni qiyməti oldu 20. İndi görək. B-də də deyir ki, bax, x, B nədir artıq? B-nin qiyməti qalıb yerində 4-dür bayaq. 3 və 4-dən girmişdim axı burada. 4, amma A-nın qiyməti dəyişdi. Nə oldu? 20. 20, üstə gəlsin birdən də 4 bərabər. Yenə bax, bunun üçün düşürəm aşağı. 4 və 20 üçün düşürəm aşağı. Yenə deyir ki, A bərabərdir, A üstə gəlsin 2. 4-ün üstə 2 gəlin 6. B bərabərdir, B bir olsun 3. 20-ni də 3-ə vuranda 60. Bunlar da toplayanda neçə verəcək? 66. Deməli, burada bizə verdi 66. Gəlirəm bura. Gənclər, mən haradasa səhv eləmədim. 4-ün üstünə 2 gələndə 6, 20-ni 3-ə vuranda, 2-ni 3-ə vuranda hədə 60, 66 düzdür. Gəldim bura, bax, bu hissə bizə verdi, nə 66? Bax, bu hissə. 66 ilə 4 topladım elədi, 70. 70-dən 20 toplayanda, burada bir abiyə 90. Deməli, bax, bizim 3 və 4-ümüz bizə hansı qiymət verdi? 90. Qəşəng maraqlı sualdır. Prosto indi. Bax, burada bizdə 100 dəfə dövr davam edir də, sıfırdan başlayır. Təşəkkür edirəm. Sıfırdan başlayır, dövr 100 dəfə davam edir. Yəni 100 dənə 3 yazır. Baxın. 3, 3, 3, 3, 3, 3, 3, 3. B-yə də burası 3-lər eləyim, çünki buna mənim ehtiyacım olacaq. B-yə də 3-lər əlavə edir. Baxın, 100 dənə həm A-yə, həm də B-yə bunların sayı, obşi sayı 100 dənə. Belə gedir. İndi görün, ikinci dövrdə nə baş verir, nə yenir. Deyir ki, i'nin qiyməti 0-dır. 0-dan 9-u çıxanda mənfi 9. Mənfi 9-u, i'nin qiyməti yenə 0-dır da, i'nin ilk qiyməti. Üstünə 13 gələndə elədi 13. 13-ü də burada nə qalmışdı bizdə? Mənfi 9. Mənfi 9-u da vurdu 13-ə. Düzdür? Bu da elədi 117. Amma necə 117? Mənfi. A-i, yəni A-nın deyir 0-cı element. A-nın 0-cı elementi 3-dən 3 silinir burada. Yerinə yazılır 117 mənfi. Sonra düşür aşağı. A-i-nin yenə, bax, deyir ki, B-i, B-nin qiyməti. Deyir, B-nin 0-cı elementi də bərabərdir. A-i. A-inin, yəni A-nın 0-cı elementi hal-hazırda 117-dir. Yəni, mənfi 117-nin də deyir, üstünə gəlir 6-nı. Bu da təbii ki, nə verəcək? Mənfi 111. Təzədən qalxır yuxarı, i alacaq bir qiyməti. İndi burada diqqət edin. 1-dən 9-u çıxanda qaldı 8, düzdür? 8-i də vurur təzədən 13-ə. Daha doğrusu 1-in də üstünə 3 gələndə neçə eləyəcək? 14. Bura 14-də bir problem yoxdur, amma 8 mənfi 8-dir. Bu da eləyir mənfi 112. Bax, A-nın birinci qiyməti mənfi 110. Düşdü bura. Bir B-nin də birinci qiyməti necə tapırsan? Mənfi 112-nin üstünə gəl 6. Mənfi 112-nin də üstünə 6 gələndə mənfi 106. Gənclər, bu hara qədər mənfi qiymət alacaq? Bu 9 olana qədər mənfi qiymət alacaq da. Daha doğrusu, bax, 0 qiymətində. 0. 1 qiymətində 2, 3, 4, 5, 6, 7, 8. 0-dan 8-ə qədər i-nin qiyməti 9-dan 9-a çıxanda 0 qalır. Burada da onsuz A-nın qiyməti nəyə vursa da 0 verəcəkdir. Bura neçə alsaq da. Bu bizə amma deyir ki, gör B-nin hansı qiymətlərini deyir axtar burada. B-nin 0-dan böyük qiymətləri. Bax, bu 8 alana qədər, 8 alana qədər. Bax, bura qədər bütün ədədlərin mənfi olacaq. Bundan sonra ədədlərin müsbət olacaq. Məndən də zaten 0 olma halın yox. Bax, 9-da bax, burada 0 alacaq, hər ikisi 0 alacaq zaten. Bu getdi.
Hər ikisi 0 alacaq deyəndə bura 0 verdi. 0-dan da 6-sını çıxanda 0-ın da üstünə 6 gələndə 6, B də 6 olacaq. A-nın 0 qiymətində B6 olacaq. Amma A 0-a gələnə, B6-ya gələnə qədər biz burada ancaq mənfi qiymətlər alacaq. Bizdən də deyir ki, B-nin neçə dənə müsbət qiymət var? Bayaq biz dedik ki, B-nin 100 dənə elementi var. 100 dənə elementi var. Və bunun 9 dənəsi mənfidir. 9 dənəsi mənfidir. Bax, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 dənəsi mənfidirsə, neçə dənəsi müsbət qalacaq? 91 dənəsi müsbət qalacaq. 23-ə baxaq. Gəlin, bunu yerinə qoyaq, elə yazıq heç. Düşürəm bura. Deyir, şərt doğrudur. Deyirəm, S bərabərdir. S vurulsun. S-in qiyməti nədir bizdə? 1 vurulsun. 5 üstə gəlinsin. 5. 1-i 5-ə vurdu. 5 üstünə 5 gəldi. 10. Qalxdı yuxarı. N-dən çıxdı 2-sin. N-in qiyməti neçə idi ki? Hə, 5 idi. 3 qaldı gənclər. Şərt doğrudurmu? Deyirəm, hə, doğrudur. S bərabərdir. S-in qiyməti. 10 vurulsun. 3 üstünə gəlsin. 3, bu da elədi. 33. N-dən təzdən yenə 2-sin çıxdı. 3 idi. 2-sin çıxdı, qaldı 1. 1 0-dan böyükdür, deyirəm, hə. Bir onda yenə S bərabərdir. S 33 vurulsun 1, üstə gəlsin 1, o da elədi. 34. Bu dəfə çıxanda mənfi elədi. Şərt doğrudur, yox və çıxırıq. Çıxanda da qiymətimiz neçə aldı? Hələ 59-dur. 34 aldıq. Bir dəqiqəniz var. Keçid edirəm bura. Yenə bizdə nədir? Defdir. Defləri işləyərkən çox diqqətli olun burada. TH. Bax, bu TH üçün qalxdım yuxarı. Nə ilə qalxıram? 1 və 2 ilə. TH 1 və 2 üçün qalxdım yuxarı. M bərabərdir. M-in qiyməti 1-dir. N də 2. N bərabərdir. M üstə gəlsin 5. 1-in üstünə 5 gəlində elə adı 6. M bərabərdir. N. N 6 vurulsun. 2 üstə gəlsin M. M-in qiyməti yenə 1. Daha bizdə gənclər 6-nı vurdu 2-yə. 12 üstünə 1 gəldi 13. 13 ilə də 6-nı topladı. Neçə elədi? 21. Bax, bura bizə verdi 21. Yox, 13 ilə 6-nı toplayıb. Nətər 21 ala bilərsiniz? Bir demir çay vermə. Nətər 21 aldınız? Bax, bura oldu neçə? 19. 19, 1. İndi bu videoya kimsə baxsa deyəcək, mənim uşaqlar. Bu uşaqlar sizi dinləmir deyəcək, müəllimə. Mənim narahat olmuyor mənim. TH 19 və 1. 19 və 1 üçün, bura 19 oldu. 19 və 1 üçün bir də qalxıram yuxarı. N bərabərdir. M 19-un üstünə 5 gəldi. Neçə elədi? 24. M də bərabərdir. 24-ü vurduq 2-yə. 24-ü vurduq 2-yə. Neçə eləyir? 24-ü vurduz 2-yə. Və üstünə gəldiniz M. M-imiz də burada yenə 19-dur, gənclər. 24-ü vururuq 2-yə. Üstünə də elə gəldik 19-u. Neçə alasınız? 67. 67. Bura oldu 67. Deyək, indi bizdə nə soruşurdu? Onu unuttum. Hə, M-lə N-i toplayır da. Petrum. Ofşu bunu istəyir. 67 ilə də nəyi toplayırıq? Yuxarıda da N-in qiymətini 24 almışdıq. 67 ilə də 24 toplayanda bizə verəcək 91. Deməli, çıxışda çıxacaq 91. Gənclər, bu 25-də deyir ki, ən kiçik natural 22 olarsa nəticəsi. Nə qədər ki 8-ə. Bu hansı say sisteminə çevirməli? 8-i say sisteminə çevirməli. Okey, bu əla. X üstə gəlsin ki, qalıqlardan biz almışıq 22. Qalıqları toplayanda almışıq 22. Burada da heç bir problem yox. 8-i say sistemin hansı rəqəmləri var? 0, 1, 2, 3, 4, 5, 6, 7. Bitdi. Ən kiçik, yenə daxil ediləcək ən kiçik ədəd dediyinə görə mən 0-dan başlaya bilmərəm, amma 1-lə başlaya bilərəm. 1-in üstünə nə gəldiyimiz zaman bizə şey verir. Nədir? 22 alarıq. 3 dənə 7-ni gəlsəm alıram mı 22 dəqiqə? Bu da 8. 8-likdən 10-luğa çevir. Bir dənə mən bunu yoxlayım. Burada sonuncu biri də götürməsi üçün, bax bunların hamısını, yəni 8-dən balaca, hamısını götürməsi üçün deməli götürdük nə? 1, 1 topladığımız zaman verəcək 22. Bunu da çeviririk. Təbii ki, ədədimiz bu 8-likdədir. Biz 8-lik nəyə gətirməliyik? 2, 3, 4. 10-luq say sisteminə. Bu da bizə verəcək 5119
daxil edəndə çıxışda 22 qiymətini alacaq. Sonra burada nə deyir? X, Y. Bitiririk artıq gənclər. Deyir ki, x-in qiyməti neçədir? 3. Şərt doğrudur. Deyirəm ki, yox. Şərt doğrudursa mən bunların heç birini görmürəm. Birbaşa hara keçirik? Elsi. Nə rahat sualdır bu? X ilə Y. X-in qiyməti 3 üstə gəlinsin. 2 vurulsun 5. 2-ni 5-ə vurdunuz. 10 üstünə 3 gəldiniz. 13. Iyirmi 7-ci sualda kəsikləri götürmək də bu da rahat olacaq. Nə deyir? Deyir ki, 2-dən 5-ə götür. 2-dən 5-ə götür. X. Bu da hamısından 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 15-ə qədər bəsimizdir. 15-ə qədər də onsuz burada. Deyir ki, 2-dən 5-ə. 2 daxildir, 5 öz daxil deyil. 2 daxildir, 5 öz daxil deyilsə, ST boşluqdur yanında. Heç ST. Sonra 8-dən 10-a. 8 daxildir, 10 daxil deyil. VE. W daha doğrusu. 10 daxil deyil. 13, 15. 13 harda başladı? Boşluqda başladı. 15-dəki harda bitir? Bunu neysə, ümid edirəm ki, şeydə səhvlik eləməmişik. Onda bu boşluq sayıb 13, 14, 15 belə. 15-ə də bura nə götürüləcək? Azı. Sonra bizə deyir ki, daxil edilən ədədin, bu çox rahat idi. Onsuz bizim ikinci dəfəmiz işləyirik bu sınaq. Eyni daxil, 2 rəqəmli dediyinə görə, bunu çox rahatlıqla birin içərisində yaza bilərik də. Ədədi 10-a böləndə qalıq, bərabər olmalıdır ədədin tam hissəsinə. Burada 2 dənə bərabər qoyun. Elə bil ki, 22-dir. 10-a böləndə qalıq 2 götürüləcək. Tam hissədə yenə 2 götürüləcək. Hədə yazıram ki, hə bu yəni palindromdur. Yes. Yoxda da yazıram ki, no. Keçək 29-cu suala. 29-cu sual biz özümüz də işləmişdik. Bu tip sual tipləri. Ən rahat yol, ya rəqəmləri verirsiniz bir dənə boş sətirdə. İ gedir hər dəfə onun içərisində yoxlayır. Ya da ki, 0 və 9 arasında müqayisə edirsiniz. Heç nə yazıram ki, A bərabərdir input. Düşürəm aşağı. Deyir ki, nə deyir burada? Fərqli sayının hasili. Heç nə, sayının hasilini tapırıqsa, S-ə verirəm sayaya görə 0. Bir dənə, burada K dəyişəni götürəcəm, K-yı da verəcəm. Bir el hər dəfə saysın, bir-birinə vursun. Bir də şey eləməsin. For obje sayının hasili, bir dəqiqə. Rəqəm simvolların fərqli nə? Hə, rəqəmlər rəqəm olmayanlar, onda K-ya ehtiyac yoxdur, gənclər. Əks halda da eləyəmək olardı, amma neysə. Gəlin yazım K bərabərdir, bir əks halda ilə eləyək. For I in A. I getdi, yazmışıq info 2, 3, nə bilim. I getdi, I-ni götürdü. İndi yoxlayır ki, I rəqəmdir yoxsa yox. Rəqəm olub olmadığını yoxlamaq üçün if-də dedik ki, 0 və 9 aralığında verə bilirik də hər dəfə. Ya da ki, burada boş bir B siyasi gətirərdim. Deyərdim ki, if in içərisindədir yoxsa yox. Deyirəm ki, 0, 0. Deməli, I 0-dan böyük olmalıdır. Daha doğrusu I. 0-dan böyük olsun. And şərt doğrudursa, eyni zamanda da I 9-dan da nə olmalıdır? Kiçik olmalıdır. Hər iki sətir. Əgər bu şərt doğrudursa, S-in üstünə gəlsin 1. Yox, əks halda. K-ya da 0 verməliyəm. Hər ikisinin sayının hasilidir. Əks halda K-nın üstünə gəlsin 1. Printdə də S vurulsun K-ya. Bir-birinin hasilini demir zaten. Tutardı get. Nəsə oldu? 30-cu sual.
Ha, bu onsuz keçən qəbul sualı idi da bunu şey eləyə bilir. N bərabərdir int. Inputla giriş edirik. Faktorial olmadığını yoxlayırıq. Həm F-ə 1 veririk, A-ya da verirəm 1. Nə qədər ki, F NF-dən böyükdür, davam edir. F-i hər dəfə nəyə vuracaq? Təbii ki, A-ya vuracaq da faktorial tapıram. Və A-nı da bir-bir artırmalıdır. Burada bu faktorial tapdı. Sonra çıxanda da yoxlayır ki, bunlar bir-birinə bərabərdirsə. Hansı ədədin faktorial olmadan axtarır da, A-dan çıxsın 1. Əks halda da bizə qaytarsın, -1 deyirdi. Belə gənclər, bu da oldu sınaq 16.